Rustam Bey, son söz verim size. Verişi yekunlaşdıraq. Buyurun. Salam aleyküm, axşamınız xeyir olsun Qurban bəy. Salamlayıram Böyük Azər Freedom ailəsini və hörmətli namizədləri. Sizə də uğurlar arzu edirəm. Bu idarə etmə ilə bağlı Qurban bəy sual verib. İdarə etmənin üsullarını biz gördük, dəfələrlə sübutlarını gördük ki, bizi necə idarə eləyirlər, bizə qarşı necə çıxırlar. Ən azından İlham Hasanoğlunun həbsindən danışa bilərik, oğlunun toyundan danışa bilərik. Polis ordusu yeritmişlər Şadlıq Sarayının qapısına ki, toy ləğv eləsinlər. Biz bundan danışa bilərik. Bu günlərdə çox təəssüflər olsun, bizim cənab dediyimiz prezident Azərbaycan əskərinə lom soxan prokuroru bugünkü gün təltif elədi. Bu da onun sübutudur ki, bu tərtər cinayətin başında işgəncə verənlər ki var idi ki orada, biz orada işgəncə alanda deyirdik ki, biz buradan çıxıb prezidentə şikayət eləyəcəyik. O işgəncə verənlər deyir ki, bizi bura prezident göndər. Yani. Bu günlərdə prezident bu sərəncamı ilə o deyilənlərin altına imza atdı ki, yəni bu cinayəti mən törətmişəm. Və cinayətkarları da cəzalandırmayacam. Bu günlərdə bizim bu zorlanan əskərlər danışacaqlar. Mən bu günləri hansısa bir işin xətrinə görə tam çılpaq danışmıram Qurban bəy. Biraz mənə möhlət verin. Bir dəqiqə də danışa bilərəm. Amma istəyirəm biraz da inkişaf eləsin. Bir dəqiqə də danışa bilərəm. Əlimdə sübut da var, sənəd də var. Biraz da keçsin. Nəyinsə xatirinə biraz da keçsin. Yəqin ki, bir 10 gün, 15 gün ərzində mən yenidən danışacağam. Yenidən danışacağam, sən biləcəksən ki, prezident, sən Azərbaycan millətini necə alçaldırsan, Azərbaycan xalqına qarşı zülm eləyən bir prokurora sən bugünkü gün öz sərəncamına bu qədər insanlara, necə demək, əsəblərinə sirayət elədin, nə bilim, şəxsən mən nerv yaşayıram bugünkü gün. Sən necə Azərbaycan bayrağının üstündə zorlanan əskərin prokuroruna sən bugünkü gün orden verə bilərsən? Necə sən onun generalına, korpus komandirinə bugünkü gün rütbə verə bilərsən, vəzifə verə bilərsən? Sən zorlanmış Azərbaycan əskərinin prezidenti deyilsən. Bunu sübut kimi Azərbaycan məhkəmələrində, istintaqlarında mən eləməmişəm. Xanlar Vəliyev eləyib, Kamran Əliyev eləyib. Ki, sən zorlanmış Azərbaycan əskərinin prezidentisən. Azərbaycan ekspertləri eləyib onu. Sən də o insanlara bugünkü gün medal verirsən ki, çox sağ olun, mən zorlanmış Azərbaycan əskərinin prezidentiyəm, komandanıyam. Biz də bir zərər çəkmiş kimi sübutlar qoymuşuq ki, bizim əskərləri erməni zorlamayıb. Bu bizim elədiyimiz xidmət, bizim sizə qarşı olan sayğımız, o da Xanlar Vəliyevin sizə qarşı elədiyi bir, necə deyim, alçaldıcı bir hərəkət, bir tərəfsiz bir hərəkət, Azərbaycan əskərini alçaldan bir hərəkət. Bugünkü gün məndən qaçan valideynlər var. Oğlunun o ifadələrinə görə zülm çəkən valideynlər var, ağlayan valideynlər var. Məni bloka atan valideynlər var. Məni istəyirsiniz bu günləri tutun. Bax, problem yoxdur. Liboy bir polis idarə üzrən bir dəqiqə zəng gəlsin ki, səni həbs eləyəcək. Ya polis idarəsinə gəl. Gəlirəm canla başla. Mən ailəmi, Qurban bəy, şəxsən sizin kimi şərəfli bir insana əmanət eləmək özümə, necə deyim, yəni çox arxain oluram ki, yəni Azər Freedom ailəsi var.
mən tutulsam da, ölsəm də Azərfreydom ailəsinə buradan ailəmi əmanət edirəm. Kimdənsə də qorxmuram, çəkinmirəm. Efirdə gördüyünüz Həmid Abbasov zorlanmış Azərbaycan əskərinin atasıdır. O əskər Ülvi Abbasov zorlanmayıb. Erməni onu zorlamayıb. O əskəri zorlayan Xanlar Vəliyevdir və onun müstəntiqləridir. Sən də o müstəntiqə, o prokurora bugünkü gün sərəncamla hansısa bir orden verirsən. Azərbaycana birinci dərəcəli sən orden versən ki, vətənə xidmət edin. Hansı xidmətlərdir o? Bugünkü gün çox təəssüf eləyirəm. Mən bu efirdə təkəm. Çox təəssüf eləyirəm. Çox təəssüf eləyirəm Tərtər zərər etmişlərinə ki, mən bugünkü gün burada təkəm. Belə olmamalıydı. İlham Əliyev də yaxşı bilir ki, İlham Əliyev də yaxşı bilir ki, bu millətlə necə rəftar eləmək lazımdır. Bizim əqidəmizə görə bizi ilə rəftar eləyir. Gözəl söz. Bu millət əqidəli millətdir, əqidəsiz deyil. Bunun bir sonu olacaq.